Elhamdülillah ve salatu ve selamu ala men la nebiye ba'dahu ve ba'd. Allah'ın izniyle kısa olarak Resulullah sallallahu aleyhi ve sellemin bir nevesi hakkında danışacağım. Bu İbn Abdülberr'in El-İsti'ab kitabıdır. El-İsti'ab fi Ma'rifet el-Ashab. Bu kitabın 8. cildi görürsünüz burada. Gelirik bu kitabın 114. sayfasına. Bakaq görək nə deyilir burada. Burada deyir ki 3248 nömrəli tərcüməyi halda gördüyünüz kimi. Deyir ki Rukayyetu ibnatu Resulillahi sallallahu aleyhi ve sellem ummuha Hadicetu bint Huveylidin qad taqaddama zikruha. Deyir ki Resulullah sallallahu aleyhi ve sellemin kızı Rukayye, onun anası Hadice bint Huveylid radiyallahu anha. Bundan əvvəl onu dikri keçib. Bu kitabda 75-ci səhifələri səhv eləməsəm Hadice anamız haqqında danışarkən. Za'ama Zübeyir ve ammuhu Mus'abun enneha kânet asgara benâti Resulillahi sallallahu aleyhi ve sellem. Bunlar nəsəb alimlərdir, yəni soyun kökünü insanı araşdıran, bilən alimlərdir, nəsəb alimlər deyirlər. Bunlar iddia ediblər ki, o, yəni Rukayye radiyallahu anha, Resulullah sallallahu aleyhi ve sellemin ən kiçik qızıdır və iyyəhu sahhaqal Cürcaniyyu ən-nəssəbə. Və başqa bir nəsəb alimi Cürcanidir, bunun səhih olduğunu demişdir. Və qalə qayruhum əkbəru bənatihi Zeynəbu thumma Rukayye. Başqa nəsəb alimləri demişlərdir ki, onun böyük qızı Zeynəbdir, sonra Rukayyedir. Qala Əbu Amar. Əbu Amar İbn Abdülbər deyir ki, və la a'lamu xilafən ənə Zeynəbə əkbəru bənatihi sallallahu aleyhi və səlləm. Deyir ki, heç bir ixtilaf bilmirəm ki, Zeynəb radiyallahu anha Rasulullah sallallahu aleyhi və səlləmin ən böyük qızıdır. Və aleyhinnə və ixtilifə fəmən ba'dəhə minhunnə. Və buna binaən də daha sonra deyir ki, deməli, onlardan sonra gelenler hakkında ihtilaf edilmiştir. Zekera Abul Abbas Muhammed ibn İshak el-Sarrac قال سمعت عبيد الله ibn Muhammed ibn Süleyman ibn Cafer ibn Süleyman el-Haşimi deyir ki Ubeydullah ibn Muhammed ibn Süleyman ibn Cafer ibn Süleyman el-Haşimi'yi işittim. Dedi ki قال ولدت زينب بنت رسول الله صلى الله عليه وسلم ورسول الله صلى الله عليه وسلم ابن 30 سنة. وولدت رقية بنت رسول الله صلى الله عليه وسلم ورسول الله صلى الله عليه وسلم ابن 33 سنة. Deyir ki Zeynep radıyallahu anha Resulullah sallallahu aleyhi ve sellem 30 yaşındayken doğuldu. Rukayye radıyallahu anha ise Resulullah sallallahu aleyhi ve sellem 33 yaşındayken doğuldu. Akala Mus'abun ve gayruhu min ehlin neseb. Mus'ab ve başkaları neseb ehlinden demişler ki kânet Rukayyetu tahta Utbete ibn Ebi Leheb ve kânet uhtuha Ummu Kulthum tahta Uteybete ibn Ebi Leheb. Bu da kişilerini dikir ki Resulullah sallallahu aleyhi ve sellemin iki kızı yani Rukayye ve Ummu Kulthum Ebu Leheb'in iki oğlanlardan yani zövcüleriydiler. Ebu Leheb'in eli kurusun kurdu da ayeti indiğinde Ebu Leheb onlara deyir ki onu boşuyorlar da onu boşuyorlar. Qala İbn Şihab el-Zuhri rahmetullahi aleyh deyir ki فَتَزَوَّجَ Osman ibn Affan Rukayyete biMekke ve haceret ma'ahu ila ardil Habeşe. Deyir ki Osman radıyallahu anhu Rukayye ile Mekke'de evlendi ve onunla birlikte yani Rukayye radıyallahu anha Osman ibn Affan radıyallahu anhu ile birlikte Habeşistan torpağına hicret ederdi ve varadet lehu hunake varaden fesemmahu Abdullah fekâne yukenna bihi. Ve o da ona yani o Habeşistan torpağında Rukayye radıyallahu anh'ın Osman'dan oğlu olur. Osman da onun adını Abdullah koyur ve onun künyesi de onunla. Yani ona Ebu Abdullah değil de ki bununla bağlı nəqildə inşallah okuyacağıq. Qala Mus'abun kana Osman yukenna fil cahiliyeti Ebu Abdullah. Deyir ki Mus'ab deyir ki Osman radıyallahu anhu cahiliye döneminde ona Ebu Abdullah künyesi verilmiştir deyirdiler. Felemma kana'l İslamu ve vulida lahu min Rukayye bint Resulillah sallallahu aleyhi ve sellem gulamun semmahu Abdullah. Deyir ne zaman ki İslam'da olduğunda Rukayye radıyallahu anh'dan Resulullah sallallahu aleyhi ve sellem kızından onun oğlu oldu. Onun adını Abdullah koydu. Ve bihi ukniye. Onunla da künyelendi. Ve balaga'l gulamu 6 sinin fe nakara aynahu dikun fe tevarrama vechhuhu ve marida ve mâte.
Deyir, onun deyir, xoruz onun gözünü deyir, çıxardır. Ondan sonra da deyir, xəstələnir və vəfat edir. Bu bir görüş ki, 6 yaşında vəfat edib. Lakin başqa da yəni, nəqillər var ki, başqa da görüş var ki, 54 yaşına qədər yaşayıb. Allah ən doğrusunu bilir. Yəni, mühim olan odur ki, Resulullah sallallahu aleyhi ve sellemin Osman ibn Affan radiyallahu anhudan nəvəsi olub, adı da Abdullah olub. İncələr burada mən sizə bir dənə hədis-i şərif inşallah oxuyum. Burada da baxın görəcəksiniz. Deməli, bu İmam Əhmədin Fadail-i Sahabə kitabıda görürsünüz. Əl-Cüz'ül Əvvəl, 1-ci cild, səhifə 510. Və burada da deməli rivayət var, görürsünüz. 843 nömrəli rivayət. Həddəsənən Heytəm, qalə həddəsənən Xalil ibn Amr Əl-Bəğavi, qalə həddəsənən Muhammed ibn Sələmə Əl-Hərrani, Əbu Abdillah, an Əbi Abdurrahim, عن زيد بن أبي أنيسة عن محمد بن عبد الله عن المطلب عن أبي هريرة قال دخلت على رقية ابنة رسول الله صلى الله عليه وسلم امرأة عثمان بن عفان وفي يدها مشط فقالت خرج من عندي رسول الله صلى الله عليه وسلم آنفا ورجلت رأسه فقال كيف تجدين أبا عبد الله قلت كخير الرجال قال أكرميه فإنه من أشبه أصحابي بخلقا. İsnadını vererek zikr edilir. Zeyd ibn Əbi Uneysədən, o da Muhammed ibn Abdullah, o da Muttalib'dən, o da Əbu Hureyre'dən deyir ki, Resulullah sallallahu aleyhi ve sellemin kızı Osman ibn Affan'ın zövcəsi Rukayye'nin yanına geldi, daxil oldum. Orada deyir, onun əlində deyir, daraq var idi. Dedi ki, mənə Rukayye radiyallahu anhə, Resulullah sallallahu aleyhi ve sellemin mənim yanımdan az öncə çıxdı. Mən onun başını daradım, saçını daradım və mənə dedi ki, Əbu Abdullahı necə görürsən? Yəni, necə adamdır, necə yoldaşdı sənə? Qultu ki, xeyrə rical. Dedim ki, kişilərlə xeyirlisi olaraq görürüm. Qalə əkrimihi. Onu dedi ki, ona ikram et. Yəni, kimə? Osmana. Fə innəhu min əşbəhi ashabi bi xuluqa. Çünki əshabımın içərisində əxlaq yönündə mənə ən çox oxşayan odur. Bu da rivayət nömrə 834-dür. Təhqiq eləyən deyir ki, isnaduhu sahih. İsnadı səhihdir. Yəni, Osman radiyallahu anh'ın oğlu Abdullah, Resulullah sallallahu aleyhi ve sellemin qızı Rukayye radiyallahu anh'dan olan oğludur. Resulullah sallallahu aleyhi ve sellemin nəvəsidir, qız nəvəsidir. Və bunun haqqında da kitablarda, yəni xəbərlər olmasına baxmayaraq, nəqəllər olmasına baxmayaraq, indiyə kimi sanki Resulullah sallallahu aleyhi ve sellemin 2 dənə qız nəvəsi vardı, Hasan və Hüseyin, başqa nəvəsi yoxdur ki, kimi zikr olunur. Yaşı azdır, 6 yaşında vəfat edib, 54 yaşında vəfat edib, o bizim bu qədər mühüm deyil. Nəyə görə mühüm deyil? Mühim olan odur ki, insanları ancaq kökləndirirlər ki, Hasan və Hüseyin var. Başqası yoxdur, başqa nəvəsi yoxmuş kimi davranır. Halbuki var və bu da Resulullah sallallahu aleyhi ve sellemin soyundandır, onun qanundandır, onun nəslindəndir. Və bu həqiqətləri də insanlardan gizlədirlər.